Salam. Bugün Temu'dan 1 qəpiyə çanta almışam. Bəli, 1 qəpiyə çanta sifariş vermişəm. Temu'da istədiyiniz qədər məhsulu, bəyəndiyiniz bütün məhsulları səbətə əlavə edirsiniz. Bir həftə 10 gün ərzində sizə bildirim gəlir ki, istənilən hər hansı bir məhsul 1 qəpiyə düşür. Təbii ki, Temu'da 1 qəpiyə sifariş vermək olmadığı üçün minimum məbləğ 30 AZN olmalıdır. Mən də həmin müddətdə bəyəndiyim digər məhsulları 30 AZN-lik sifariş verdim və həmin bəyəndiyim çantanı 1 qəpiyə əldə etdim. Bu boyunbağının isə yolunu səbirsizliklə gözləyirdim. Çünki həmin bu boyunbağını istənilən yazıda, istənilən adla sifariş vermək mümkündür. Həm gümüşü, həm qızıl rəngi mövcuddur. Mən ləqəbimə uyğun olaraq sıbıtı sifariş verdim və məncə çox qəşəng gəldi. Burada isə həm rəfiqələrimin, həm mənim digər Temu məhsullarımdır. Gördüyünüz kimi bu üzükləri cəmi 3 manata sifariş vermişik. İndi isə gələk əsas məsələ 1 qəpiyə aldığım çantaya. Bəli, çox minnoş, çox balaca bir çantadır. Amma gündəlik istifadə üçün, sadəcə pul qabını, kartlar falan qoymaq üçün ideal bir seçimdir. Mən çox bəyəndim. Sağ olun.